Valideynlər və şagirdlər, mən sizlərə 3-cü sinif riyaziyyat Kür və Araz test bankından testlərin izahını verəcəm. Birinci sualdan başlayaq. Abaqda verilmiş ədəd ilə 211 ədədinin fərqi neçəyə bərabərdir? Abaqda hansı ədəd verilmişdir? 500'lük, 3 onluq, 4 təklik. 534 ədədi verilmişdir. 534'dən 211 çıxırıq. 4'dən 1 çıxırıq. 3'ü, 3'dən 1 çıxsaq 2'si, 5'dən 2 çıxsaq 3'ü qalar. Edir 323 B variantı. Fərq neçədir? 5'dən 3 çıxırıq, qalır 2'si, 2'dən 1 çıxsaq 1'i, 4'dən 3 çıxsaq qalır 1'i. 112'yə bərabərdir. 363 ədədindən 301 vahid kiçik ədəd. 363'dən 301 vahid kiçik ədəd soruşursa çıxmaqla tapırıq. 3'dən 1 çıxsaq 2'si, 6'dan 0 çıxsaq 6'sı, 3'dən 3 çıxsaq 0. Daha doğrusu bu 5'dir, 563'dür. 5'dən 3 çıxsaq qalacaq 2'si. 262 doğru cavab olur A bəndi. Yığılmış 786 ton məhsulun 324 tonu ambara daşındı. Neçə ton məhsul qaldı? 786 ton məhsul yığılıbdır və bunun 324 tonu daşınıb. Yerdə nə qədər qalıb? 6'dan 4 çıxsaq 2'si, 8'dən 2 çıxsaq 6'sı, 7'dən 3 çıxsaq qalır 4'ü. 462 tonu qalmışdır. Təsvirdəki ədədlərin fərqi neçəyə bərabərdir? Təsvirdə bizə 400'lük, 5 onluq, 6 təklik verilmişdir. Yəni 456, 200'lük, 2 onluq, 3 təklik. 223. Bu ədədlərin fərqini tapırıq. 6'dan 3 çıxsaq 3'ü, 5'dən 2 çıxsaq 3'ü, 4'dən 2 çıxsaq 2'si qalır. Doğru cavab edir B variantı. Boş xanaya hansı rəqəm yazılmalıdır? 9'dan 8 çıxsaq qalır 1'i. 3'dən 0 çıxsaq 3'ü, 6'dan 4 çıxsaq 2'si qalar. Boş xanaya 0 yazılmalıdır. Boşluğa uyğun müqayisə işarəsi hansıdır? Öncə gəlin bərabərliyin sol tərəfini çıxaq. 983'dən 470'i çıxaq. 3'dən 0 çıxsaq 3'ü, 8'dən 7 çıxsaq 1'i, 9'dan 4 çıxsaq 5'i. Etdi 513. Sol tərəfdə 513, sağ tərəfdə isə 583 aldıq. 513 kiçikdir 583'dən. Doğru cavab edəcək B variantı. Təndirdə bişirilən 678 çörəyin əvvəlcə 312'si, sonra isə 150'si satıldı. Neçə çörək qaldı? 678 çörək var ümumilikdə. Bunun əvvəlcə 312 çörək satılıb. 8'dən 2 çıxsaq 6'sı, 7'dən 1 çıxsaq 6'sı, 6'dan 3 çıxsaq 3'ü qalar. 678 çörəyin 312'si satıldıqdan sonra 366 çörək qaldı. 366 çörəkdən də sonradan yenidən 150'si satıldı. 366 çıxaq 150. Satılan çörəkləri hissə çıxırıq. 6'dan 0 çıxsaq 6, 6'dan 5 çıxsaq 1, 3'dən 1 çıxsaq 2'si qalar. Doğru cavab edir D variantı. Həmçinin əziz şagirdlər, satılan çörəkləri toplayıb, 312 ilə 150'ni toplayıb, bu qayda ilə 312, 150 baxırıq cəmi neçə çörək satılıb? 2, 6, 4, 462 çörək satılıb. Sonra isə 678'dən 462'ni çıxmaqla da eyni cavab ala bilərdik. 8'dən 2 çıxsaq 6'sı, 7'dən 6 çıxsaq 1'i, 6'dan 4 çıxsaq 2'si qalar. Yenə də 216 cavabını almış oluruq. 496 ədədindən 283 ədədini 100'lüklərə qədər yuvarlaqlaşdırdıqda alınan ədədi çıxsaq, fərq neçə olar? 496 ədədindən 283 ədədini yuvarlaqlaşdırıb sonra çıxırıq. Əvvəlcə gəlin 283 ədədini 100'lüyə qədər yuvarlaqlaşdıraq. 100'lüyə qədər yuvarlaqlaşdıranda baxırıq mərtəbənin sağına, yəni onluq mərtəbəsinə. Onluqda duran rəqəm 8 olduğu üçün 100'lük mərtəbəsi 1 vahid artacaq, olacaq 3. Onluğun və təkliyin yerinə 0 yazırıq, edir 300. 496'dan da çıxırıq 300'ü, qalır 196. Doğru cavab olur A variantı. Tərəzi
tarazlıqdadırsa, sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Baxaq tərəziyə. Tərəzinin üzərində daşlar verilmişdir. 469, 286. Tərəzinin sağ gözüdə neçə kiloqramlıq daşlar var? 469, 286. Gəlin toplayaq. Görək cəmi burada çəkimiz nə qədərdir? 9'un üzerine 6 gelse 15, 5 bir yadda. 6'ın üzerine 8 gelse 14, bir de yadda 15, 5 bir yadda. 4'ün üzerine 2 gelse 6, bir de yadda 7 etmiş olacaq. Edir 755. Tərəzinin digər gözündə isə daşın biri neçə kiloqramdır bilmirik. Amma digəri 315 kiloqramdır. Biz 755'dən 315'i çıxmaqla, çünki bunların, baxın, bu iki daşın çəkisi 755'dirsə, burada da ikisinin çəkisi 755 eləməlidir ki, bərabər dayansın, eyni tarazlıqda dayansın. 755'in 315'in verib, digərini tapmaq üçün 755'dən 315 çıxırıq. 5'dən 5 çıxsaq 0, 5'dən 1 çıxsaq 4, 4'dən 3 çıxsaq, 7'dən 3 çıxsaq 4'ü qalacaq. 440. Doğru cavab olur C variantı. Ədəd oxuna əsasən A-dan 341 vahid kiçik olan ədədin rəqəmləri cəmi neçədir? A ədədini müəyyən edək. 570, 571, A ədəd edəcək 572. 572 ədədindən 341 vahid kiçik ədəd. 2'dən 1 çıxsaq 1'i, 7'dən 4 çıxsaq 3'ü, 5'dən 3 çıxsaq 2'si qalar. Bizə deyir ki, bu ədədin rəqəmləri cəmi. 231 ədədinin rəqəmləri cəmi 2 üstə gələk, 3 üstə gələk 1 edir. Bu edəcək 6. Doğru cavab olur A variantı. Rəqəmləri müxtəlif ən böyük rəqəmli ədəd ilə 416 ədədinin fərqi neçəyə bərabərdir? Ən böyük rəqəmli ədəd 999'dur. Amma şərtə diqqət etsəz, deyir rəqəmləri müxtəlif ən böyük rəqəmli ədəd. Bu edir 987. 987 ilə 416 ədədinin fərqini soruşur. 7'dən 6 çıxsaq 1'i, 8'dən 1 çıxsaq 7'si, 9'dan 4 çıxsaq 5'i qalar. Doğru cavab edir D variantı. 572 ədədindən 121'dən əvvəlki ədədi çıxıb alınan ədədi onluqlara qədər yuvarlaqlaşdırsaq neçə alınar? 572 ədədindən deyir 121'dən əvvəlki ədədi çıxsaq. 121'dən əvvəlki ədəd hansıdır? Əvvəlki ədəd 120'dir. 572'dən çıxırsınız 120'ni. 2'dən 0 çıxsaq 2, 7'dən 2 çıxsaq 5, 5'dən 1 çıxsaq 4'ü qalır. Bu ədəd 452'dir. Çıxdıq. Deyir, həmin bu ədədi onluqlara qədər yuvarlaqlaşdırsaq neçə edər? 452'ni onluğa qədər yuvarlaqlaşdıranda sağına baxırıq. Sağında duran mərtəbəyə, yəni təklik mərtəbəsinə. Təklik mərtəbəsi 2 olduğu üçün onluq mərtəbəsi dəyişməyəcək. 5 olduğu üçün qalır. Təkliyin yerinə 0 əlavə edirik. Edəcək 450. Doğru cavab olur A variantı. Davam edək. A-nın yerinə yazılacaq ən kiçik ədəddən 101 vahid kiçik olan ədəd neçəyə bərabərdir? Baxaq. Əvvəlcə sağ tərəfdəki ifadəni həll edək. 428'dən çıxırıq 105'i. 8'dən 5 çıxsaq 3'ü, 2'dən 0 çıxsaq 2, 4'dən 1 çıxsaq 3'ü qalır. 323 edəcək. Bizə deyir ki, A 323'dən böyükdür. Və bizə A-nın yerində duran ən kiçik ədədi soruşur. Yəni bu o deməkdir ki, 323'dən böyük olan, baxın işarəyə diqqət edin. Ən kiçik sözü bizim diqqətimizi dağıtmasın. 323'dən böyük olan ən kiçik ədəd hansıdır? Biz bilirik ki, ədədlər sonsuz saydadır. 323'dən böyük olan ədəd sonsuz saydadır. Burada bizdən A-nın yerində duran ən böyük ədədi soruşa bilməz. Bizdən soruşulsa ki, 323'dən böyük ən böyük ədəd hansıdır? Biz bunu tapa bilmərik. Ona görə də 323'dən böyük olan ən kiçik ədəd soruşur. Biz bilirik ki, 323'dən böyük olan ədədlər 324, 325, 326 və gəlir müsbət sonsuzluğa qədər. Sonsuzluğa qədər gedir. 323'dən böyük olan ən kiçik ədəd 324'dür. Və bizə deyir ki, bu ədəddən 101 vahid kiçik olan ədəd neçəyə bərabərdir?
324'dən də çıxırıq 101-i, qalır 203. Yoxsa cəmini soruşdu bizdən. Daha doğrusu bizə deyir ki, A-nın yerinə yazılacaq ən kiçik tək ədəddən 101 vahid kiçik ədəd hansıdır? Biz 428-dən 105 çıxdıq. Alırıq 323, amma bizdən tək ədəd dediyi üçün burnağını ödəyən 324 olardı. Amma bizə tək dediyi üçün biz 324 yox, 325 götürürük. Çünki 324 cüt ədəddir. 325 və 325-dən 101 vahid kiçik ədədi soruşur. 325-dən 101 çıxsaq qalır 224. Doğru cavab olur C variantı. Onluq mərtəbəsi, onluq mərtəbə qiyməti 70 olan ən böyük rəqəmli cüt ədəd ilə 5 onluq, 2 təşriş, 6 yüzlük ədədinin fərqi neçəyə bərabərdir? 3 rəqəmli ədəd dediyi üçün 3 dənə xətt çəkdik, sonra şərtə baxırıq. Onluq mərtəbə qiyməti 70 olan ən böyük rəqəmli ədəd. Onluq mərtəbə qiyməti 70-dirsə, demək mərtəbə qiymətinin sayı 7-dir. Sonra bizə deyir ki, 3 rəqəmli olsun və ən böyük rəqəmli cüt ədəd olsun. Onluq mərtəbəsi 7 olan ən böyük 3 rəqəmli cüt ədəd. Bu zaman biz yüzlüyünə 9 yazaq, ən böyük rəqəm yazaq. Təkliyinə də cüt rəqəm yazaq, 8 yazaq. 978. Bu ədəd ilə 5 onluq, 2 təklik, 6 yüzlük ədədinin fərqini soruşur. 6 yüzlüyümüz 600, 5 onluğumuz 50, bir də 2 təkliyimiz, yəni 652. 8-dən 2 çıxsaq 6-sı, 7-dən 5 çıxsaq 2-si, 9-dan 6 çıxsaq 3-ü. Neçəsi qalır? 326-sı. Növbəti səhifədə olan tapşırıqlara baxaq. 3 rəqəmli ədədlərin çıxılması, onluğun ayrılması. Fərq neçəyə bərabərdir? 5-dən 6 çıxmaq olmur. 2-dən 1 onluq ayırıq. Bu edəcək 15. Burada qalır 1 onluq. 15-dən 6 çıxsaq 9-u, 1-dən 1 çıxsaq 0, 4-dən 2 çıxsaq 2-si qalacaq. Eləyir A bəndi. 652, 658 ədədindən 349 vahid kiçik olan ədəd. Çıxırıq 349-u. 8-dən 9 çıxmaq olmur. 5-dən 1 onluq ayırıq. 18-dən 9 çıxsaq qalır 9-u. Burada qaldı 4. 4-dən 4 çıxsaq 0. 6-dan 3 çıxsaq 3-ü qalar. Edəcək 309 C variantı. Təsvirdəki ədəddən 108 ədədini çıxdıqda hansı ədəd alınır? Təsvirdə bizə 400-lük, 1 onluq, 5 təklik verilmişdir. Yəni 415. Bundan çıxırıq 108. 108. 5-dən 8 çıxmaq olmur. 1 onluq ayırıq. 15-dən 8 çıxsaq 7-si. 0-dan 0 çıxsaq 0. 4-dən 1 çıxsaq 3-ü qalar. Edir A variantı. Tamaşa salonunda 420 oturacaq. Oturacağın 105-i boşdur. Tamaşanı neçə nəfər izləyir? 420 oturacaq var. 105-i boşdursa, yerdə qalanlarda tamaşaçı əyləşmişdir. 0-dan 5 çıxmaq olmur. 1 onluq ayırıq. 10-dan 5 çıxsaq 5'i. Burada qaldı 1. 1-dən 0 çıxsaq 1. 4-dən 1 çıxsaq 3. 315. 420 oturacağın 105'i boşdursa 315'ində tamaşaçı əyləşmişdir. Doğru cavab olacaq B variantı. Fikrimdə tutduğum ədəddən 128 vahid böyük ədəd 375'dir. Fikrimdə tutduğum ədəd hansıdır? Fikrimdə hansı ədəd tutmuşam bilmirəm. Fikrimdə tutduğum ədədin üzərinə 128 gəlsəm, yəni fikrimdə tutduğum ədəddən 128 vahid böyük ədədi tapmaq üçün fikrimdə tutduğum ədədin üzərinə 128 gəlirəm və 375 alıram. Bunun üçün ifadə qururuq və toplanan cəm kimi baxsaq, məhsul toplanan tapmaq üçün 375'dən cəmdən məlum toplananı çıxırıq. 375'dən
yəni cəmimizdən çıxırıq məlum toplananı 128-i. 5-dən 8 çıxmaq olmur, 1 onluq ayrıq. 15-dən 8 çıxsaq 7-si, burada qaldı 6. 6-dan 2 çıxsaq 4-ü, 3-dən 1 çıxsaq 2-si qalacaq. Neçə etdi? 247 etmiş oldu. Doğru cavab olur D variantı. Könül xala pulunun bir hissəsinə ütü aldı və 207 manat pulu qaldı. Könül xalanın 825 manat pulu var idisə, ütünün qiyməti neçə manatdır? Baxın əziz şagirdlər, Könül xalanın 825 manat pulu var idi. O pulunun bir hissəsini xərclədi, bilmirik nə qədərini xərclədisə və pulu xərcləyəndən sonra Könül xalanın 207 manat pulu qaldı. Bunun üçün biz ifadə qururuq. Cəmi pulların sayı olur bizim azalanımız. Xərclədiyi pul, yəni çıxılan bilmirik nə qədərdir. Bir də axırda qalan pulun fərqi müəyyən edirik ki, 207 manatdır. Azalan çıxılan fərq kimi baxsaq, məhsul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 825-dən, ümumi məbləğdən qalan məbləği çıxmaqla biz Könül xalanın pulunun nə qədər olduğunu tapırıq. 5-dən 7 nə qədər xərclədiyini tapırıq. 5-dən 7 çıxmaq olmur, 1 onluq ayrıq. 15-dən 7 çıxsaq 8-i, 1-dən 0 çıxsaq 1-i, burada 1 qalmış. 8-dən 2 çıxsaq 6 edəcək 618. Doğru cavab olur B variantı. 128 manat daha pulum olsa, cəmi 450 manat pulum olacaq. Mənim nə qədər pulum var, bilmirəm. Mən bu pulun üzərinə 128 manatda pul qoysam, 450 manat pulum olacaq. Cəmi nə qədər pulum var? 450-dən hələ olmayan, üzərinə qoymadığım bu 128 manatı çıxıram. Pulumun məbləğini müəyyən edirəm. 0-dan 8 çıxmaq olmur. 10-dan 8 çıxsaq 2-si, 4-dən 2 çıxsaq 2-si, 4-dən 1 çıxsaq 3-ü qalar. Doğru cavab olur A variantı. 322. Boşluğa uyğun müqayisə işarəsini seçin. Əvvəlcə bərabərliyin sol tərəfini həll edək. 543-dən çıxırıq 215-i. 3-dən 5 çıxmaq olmur, 4-dən 1 onluq ayrıq 13. Burada qalır 3. 13-dən 5 çıxsaq qalır 8-i. 3-dən 1 çıxsaq 2-si, 5-dən 2 çıxsaq 3-ü. Edir 328. Və müqayisə edirik. 328 kiçikdir 340-dan. Doğru cavab olur B variantı. Fərq neçəyə bərabərdir? Əvvəlcə abaqda olan ədədləri müəyyən edək. 1, 2, 3, 4, 5. 5 yüzlük, 2 onluq, 2 təklik. Yəni 522 ədədindən çıxırıq. 2 yüzlük, 1 onluq, 4 təkliyi. 214. 2-dən 4 çıxmaq olmur. Burada deyəcək 12, burada qalır 1. 12-dən 4 çıxsaq 8-i, 1-dən 1 çıxsaq 0, 5-dən 2 çıxsaq 3-ü qalacaq. 308. Doğru cavab olur B variantı. Hansı ədəd 4 onluq, 6 yüzlük, 5 təklik ədədi ilə 128 ədədinin fərqinə bərabərdir? 6 yüzlüyümüz 600, 4 onluğumuz 40, 5 təkliyimiz 5. Yəni 645 ilə 128-in fərqini soruşur. 5-dən 8 çıxmaq olmaz. 15 burada edir 3. 15-dən 8 çıxsaq 7-si, 3-dən 2 çıxsaq 1-i, 6-dan 1 çıxsaq 5-i qalar. Doğru cavab olur D variantı. Verilmiş əməldə fərqə aid hansı fikir doğrudur? Baxaq. Gəlin fərqimizi tapaq. 562-dən 135 çıxaq. Şifahi də çıxa bilərik təbii ki. Aydın olsun deyə alt-alta yazırıq. 1 onluq ayrıq 2-dən 5 çıxmaq olmur. 12 burada deyəcək 5 onluq. 12-dən 5 çıxsaq 7-si, 5-dən 3 çıxsaq 2-si, 5-dən 1 çıxsaq 4-ü qalacaq. 427. Verilmiş ədəd əməllə aid hansı fikir doğrudur? 427-yə bərabərdir. Belə doğru cavab olacaq A bəndi. Fərqi 427 tapdıq. Gəlin digər variantlara baxaq. Onluqlara qədər yuvarlaqlaşdırsaq 440 alınır. 427 ədədini onluğa qədər yuvarlaqlaşdıranda 430 alırıq. 440 almırıq. Rəqəmləri cəmi 15-dir. 427-nin rəqəmləri cəmi 4-ün üzərinə 2 gəlsə 6, üzərinə 7 gəlsə 13 edər. 15 yox 13 edir. 100-yə qədər yuvarlaqlaşdırsaq 500 alınır.
427 ədədini 100-lüyə qədər yuvarlaqlaşdıranda baxırıq sağına, onluq mərtəbəsinə. Onluq mərtəbəsindən duran rəqəm 2 olduğu üçün yüzlük mərtəbəsi dəyişmir. Yuvarlaqlaşdıranda 400 alırıq, 500 yox. Bu da yanlış fikirdir. Hansı ifadənin qiyməti bərabərdir? Baxaq. 446-dan 228 çıxıb, 446-dan çıxırıq 228-i. 6-dan 8 çıxmaq olmur. 16-dan 8 çıxsaq qalır 8-i. 3-dən 2 çıxsaq 1-i. 4-dən 2 çıxsaq 2-si. Bu edir 218. Burada isə 351-dən 143 çıxırıq. Burada qalır 208'i qalacaq. Aha. 725'dən 507 çıxsaq qalacaq 218. Alt-alta da yazıb çıxa bilərsiniz. 542'dən 434 çıxsaq qalacaq 108. Aha, 108. Bizə deyir hansı ifadənin qiyməti bərabərdir? Burada da 218 aldıq. Burada da birinci, ikinci ifadənin qiyməti bərabərdir. Doğru cavab olur D variantı. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli cüt ədəd ilə 519 ədədinin fərqi neçəyə bərabərdir? Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli cüt ədəd edəcək 980. Rəqəmləri müxtəlif ən böyük ədəd 987'dir. Amma bizə cüt ədəd dediyi üçün sonunu biz 7 götürmürük. Çünki sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cütdür. Ona görə bura 6 yazırıq. 986'dan 519 çıxırıq. 6'dan 9 çıxmaq olmur. 1 onluq ayırıq. 16'dan 9 çıxsaq 7'si. Burada qalmışdı 7 onluq. 7'dən 1 çıxsaq 6'sı. 9'dan 5 çıxsaq 4'ü qalar. Neçədir? 467 doğru cavab olur A variantı. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 480 alınan ən böyük ədəddən 380 çıxdıqda neçə alınır? Onluqlara qədər yuvarlaqlaşdırdıqda 480 alınan ən böyük ədəd deyirsə, bu qaydadır. Onluğa qədər yuvarlaqlaşdıranda ən böyük ədəd soruşsa bizdən, o zaman verilən yuvarlaq ədədin üzərinə 4 gəlirik. 480 üzərinə 4 gəlirik. Edir 484. Onluğa qədər yuvarlaqlaşdıranda 480 edən ən böyük ədəd 484. Əgər ən kiçiyini soruşsaydı, o zaman 480'dən 5 çıxmaqla tapa bilərdik ki, bu ədəd 475'dir. Bir daha deyirəm, onluğa qədər yuvarlaqlaşdıranda ən böyük ədədi soruşanda həmin verilən yuvarlaq ədədin üzərinə 4 gəlməklə tapırıq. Və bundan 308 çıxsaq, 484'dən 308 çıxsaq, 4'dən 8 çıxmaq olmur. Bir onluq ayırıq 14, burada qalır 7. 14'dən 8 çıxsaq 6'sı, 7'dən 0 çıxsaq 7, 4'dən 3 çıxsaq 1'i. Edəcək 176 C variantı. Hansı çıxma əməlində fərqi onluqlara qədər yuvarlaqlaşdıranda 520 alınır? Baxaq, əvvəlcə gəlin fərqləri tapaq. 642'dən 128 çıxsaq qalacaq 514. Və 514 ədədini biz onluğa qədər yuvarlaqlaşdırsaq 510 alırıq, 520 almırıq. Sonra 914'dən 409'u çıxsaq qalır 505. 505 qalır. Doğru çıxdı. Aha. 505 biz onluğa qədər yuvarlaqlaşdırsaq, baxırıq təkliyə. Təklik 5 olduğu üçün bir vahid onluğumuz artacaq. Onluq mərtəbəmiz bu edəcək 510.
730'dan 205 çıxırıq. 730'dan 205 çıxsaq qalır 525. 525'i onluğa qədər yuvarlaqlaşdıranda 530 edir. 872'dən 356 çıxsaq qalır 516'sı. Onluğa qədər yuvarlaqlaşdıranda baxırıq təkliyə. Təklik mərtəbəsi 6 olduğu üçün onluq mərtəbəsi 1 vahid artacaq. Edəcək 2, təkliyin yerinə 0 yazırıq. Edilir 520. Elə doğru cavab olacaq D variantı. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.